Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil olunan səfər çərçivəsində Xocalı 34 musiqidə yaşayan Ağrı layihəsi həyata keçirilib. Layihə Vətən Bağı Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən gerçəkləşdirilib. Məqsəd 1992-ci il fevralın 26-sında baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsini musiqi vasitəsilə yad edərək milli yaddaşı sənət dili ilə ifadə etmək olub. Səfər eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısı Tarzən Tural Süleymanovun illərdir ürəyində yaşatdığı bir arzunun gerçəkləşməsi ilə yadda qalıb. Ağdam Şəhidlər Xiyabanının ziyarətindən sonra Tural Süleymanovun tarı Əsgəran qalasında səsləndirilib. Musiqiçini gitarada Elçin Rızayev müşayiət edib. Kompozisiyaya xüsusi ovqat qatan məqam isə vokalist Qulu Hüseynovun ifasında səslənən Xudayar təsnif olub. Tar, gitara və vokalın vəhdəti işğaldan azad olunmuş torpaqlarda duygusal anlar yaşadıb. Növbəti dayanacaq Xocalı Şəhidlər Xiyabanı olub. Layihə iştirakçıları məzarlığı ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıblar. Məzarlar üzərinə tər qərənfillər düzüblər. Səfər çərçivəsində Xankəndi, Şuşa, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında da Azərbaycan musiqisinin sədaları ucalıb. Layihənin müəllifi Vətən Bağı Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyevin sözlərinə görə Xocalı 34 musiqidə yaşayan Ağrı təşəbbüsü yalnız anım xarakteri daşımır, eyni zamanda musiqi vasitəsilə milli birliyin və mənəvi gücün nümayişidir.